İfadəsinin qiymətini tapaq. Burada birinci mötərizənin içərisindəki 5'də 3 və 10'da 7'ni ortaq məxrəcə gətirək. 5'də 3 kəsirinin hər tərəfini 2'yə vursaq alarıq 10'da 6, üstəgəl 10'da 7 və bu da bizə verər 10'da 13. İkinci mötərizənin içərisini həll edək. 6'da 5'i 30'da yəni ortaq məxrəcə gətirmək üçün 5'ə vurmaq lazımdır ikinci kəsirin hər tərəfini. 1 tam 30'da 23 üstə gəlinsin 30'da 25 və bu da 1 tam 30'da 23 ilə 25 48 edər. Verilən indi əməllər sırasında artıq bölmə əməlini yerinə yetirək. 10'da 13 bölünsün. Düzgün olmayan kəsirə çevirək bu kəsiri. 38 və 30 və 48'in hər ikisini həm də 3'ə də ixtisar etmək olar. Biraz kiçildərik kəsirimizi. Kəsir hissəsini alınar 1 tam 3'ə böldükdə 10, 3'ə böldükdə 16 və bunu da düzgün olmayan kəsirə çevirsək, onu 1'ə vurub üzərinə 16 gəlsə 26. Deməli bölünsün 10'da 26 bərabərdir 10'da 13 vurulsun. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsir tərs çevirib vururuq. Bölmə əməlinə görə onlar ixtisar gedir. 23 ilə də 16 ixtisar gedir. Burada 1, burada 2 qalır. Onları da bölmüşdük. Ona 1 qalmışdı. 1 vur 2, 2, 1 vur 1, 1. Cavab 2'dən 1.